أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Varda anna ma'ahum ya erhamer rahimin. Allahümme allimna ma yenfa'una varfa'na venfa'na bima allamtana ve zidna ilmen ve gfir lana ya Rabbel alemin. Əziz və dəyərli izləyicilərimiz, Uca Allaha çoxlu həmd sənalar və şükürlər deyərək, yeni video silsiləmizdə Hafiz Ən-Nəvavinin 40 hədis kitabının şərhi ətrafında söhbətləşməyə başlamaq istəyirik. Uca Allahdan hamımız üçün müvəffəqiyyət istəyirəm. Dua edirəm ki, Uca Allah bu oturumları bizim hamımızdan qəbul etsin və mizan tərəzisində bizim salih əməllərimizin üzərinə qoysun. Həmçinin müəllif üçün Uca Allahdan rəhmət diləyirik və günahlarını bağışlamasını istəyirik. Allamə Ən-Nəvavi rahimehullah hicrətin 631-ci ilində indiki Suriyanın Nəva məntəqəsində dünyaya gəlib. Ömrünü əsasən Dəməşqdə keçirdən bu böyük alim hicrətin 676-cı ilində, yəni 45 yaşında vəfat edərək bu 45 illik ömür çərçivəsində İslam tarixinin ən böyük mühəddislərindən və fəqihlərindən olmağı bacarıbdır. Və müəllifin də məlum olduğu kimi qarşımızdakı kitabı ilə yanaşı Əl-Əzkar və Riyazu Salihin kitabları da var ki, qədim və müasir İslam tarixində hər evə, hər məscidə daxil olmağı bacarıbdır. Və söhbətini eləmək istədiyimiz, haqqında danışmaq istədiyimiz 40 hədis kitabı barəsində qeyd etmək lazımdır ki, çoxlu şərh edilmiş, içindəki hədislər əsasən səhih, bəzilərinin səhihliyi üzərində ixtilaf olsa da, digər rəvayətlər yolu ilə həmçinin məna və məzmun etibarı ilə səhihliyi və etibarlılığı üzərində icma edilmiş 42 hədisdən ibarət hədis topluluğudur. Qeyd eləyək ki, ilk başda müəllif yalnız mövzuya dair 40 hədis toplamağı murad etmiş, sonra isə vacibliyindən və əhəmiyyətindən vaz keçə bilməyərək 2 hədisi də ora əlavə eləyərək 42 hədislə bu əsəri tamamlamışdı. Dinin təməllərini və İslamın əsaslarını ehtiva etməsi baxımından hər kəsin öyrənməli olduğu bir kitabdır. Dinin hər hansı xüsusi mövzularını deyil, bütün şəri fəsilləri, bütün dini mövzuları, məsələn, etiqad, əməl, zahiri əməllər, batini əməllər, dilin qövlü, Allahın haqqı, məxluqatın haqqı, zöhd, təqva və s. Bunların hamısını bu əsər özündə ehtiva edibdir. Qeyd eləyək ki, yığcamlığı ilə yanaşı bu kitab çox sayılı elmi məsələlərin üzərində bina edildiyi hədisləri ehtiva etməsi baxımından bir daha vurğulayıram, yığcamlığı ilə yanaşı əslində ən böyük elmi mətindir. Bu baxımdan da bu əsər digər 40 hədis kitablarından, İslam tarixində 40 hədis adında kitablar çoxdur. Bu əsər digər 40 hədis kitablarından fərqlənir. Və alimlər buyururlar ki, müsəlmana lazım ola biləcək gündəlik həyat tərzində, həyatın müxtəlif sahələrində müsəlmana lazım ola biləcək elə elmi şəri məsələ yoxdur ki, bu kitabın içindəki hədislərdən həmin məsələlərə işarə edən və ona dəlalət edən hədislər olmasın. Bu baxımdan da bu əsər elmin özüdür. Hər hansı bir müsəlman bu hədisləri öyrənib başa düşsə, mənimsəsə, elmin özünü qavramış olar. Çünki həqiqətən bu kitab etiqadın əsaslarını da, əməllərin qaydalarını da özündə cəm edibdir. Və məhz bu xüsusiyyətlər də qədim və sonrakı İslam alimlərinin bu əsərə verdiyi əhəmiyyətin səbəbləridir. Məsələn, bu əsərin ən geniş və ən möhtəşəm şərhi olan Cami'ul Ulumi vel Hikam adlı əsərin müəllifinin ən böyük İslam alimlərindən İbn Rəcəb Əl-Həmbəlidir. Bu əsəri bu cür adlandırması elm və hikmətlərin məcmusu adlandırması da təsadüfü deyil. Sadə dillə desək, elm istəyən bu kitaba əməl etsin. Məlumdur ki, elm nəzəri məlumatların toplanması və əzbərlənməsi deyil. İslam məfhumuna görə elm
İslam şəriətinin məqsədlərini anlamaq bu yöndə əməl etməyin həqiqətidir. Necə ki İmam Əhməd İbn Həmbəl rahimehullah buyurur, elmin başı Allahdan qorxmaqdır. Başqa bir yerdə isə yenə də İmam Əhməd rahimehullah buyurur ki, hər kəs Allahdan qorxduğu qədər alimdir. Elə isə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsindən olan bu böyük xəzinə İslam şəriətini gözəl şəkildə başa düşməyə və əməllər üzərində sabit olub, zühd və taqva üzərində Allahın görüşünə müsəlmanı gözəl bir şəkildə hazırlaşdırır. Biz də uca Allahdan müvəffəqiyyət istəyirik. İndi isə müəllifin kitaba yazdığı müqəddimənin tərcüməsinə nəzər salaq. Müəllif yazır: Bismillahirrahmanirrahim. Aləmlərin Rəbbi, göylərin və yerlərin qəyyumu, bütün məxluqatın idarəçisi, insanları və cinləri hidayətə çatdırmaq, qəti dəlillər və aydın sübutlarla dinin əhkamlarını bəyan etmək üçün elçilər göndərən Allaha həmd olsun. Ona bütün neymətlərinə görə həmd edir, lütfünü və kərəmini bizə artırmasını diləyirəm. Şahidlik edirəm ki, tək olan, şəriki olmayan Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Muhammed isə onun qulu və elçisidir. O Allah ki, qahhardır, kərimdir, qaffardır, yəni hər şeyə qalib gələndir, çox bağışlayandır. Şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm onun qulu, rəsulu, sevimlisi və dostudur. O məxluqatın ən fəzilətlisidir. İllər keçdikcə möcüzəsiz davam edən əziz Qur'anla hidayət axtaranlar üçün nur saçan sünnə ilə mükafatlandırılmışdır. O cəvami'ül kəlim, qısa sözlərlə çox mənalar ifadə etmək qabiliyyətinə dəlalət edir bu ərəb dilində. O, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cəvami'ül kəlim xüsusiyyəti və dinin asanlığı ilə seçilmişdir. Allahın salavatı və salamı onun, digər peyğəmbərlərin, rəsulların hər birinin ailəsinin və bütün salihlərin üzərinə olsun. Bundan sonra bizə Ali ibn Əbi Talib, Abdullah ibn Məsud, Muaz ibn Cəbəl, Əbu Darda, İbn Ömər, İbn Abbas, Ənəs ibn Məlik, Əbu Hureyra və Əbu Said əl-Xudridən, Allah hamısından razı olsun, bir çox yollarla və müxtəlif rəvayətlərlə çatmışdı ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu: Kim mənim ümmətim üçün dininə aid 40 hədis əzbərləyib qorusa, Allah onu qiyamət günü fəqihlər və alimlər zümrəsində həşr edər, dirildər. Bu rəvayətdə Allah onu fəqih və alim olaraq dirildər. Əbu Dardanın rəvayətində qiyamət günü mən ona şəfaətçi və şahid olaram. İbn Məsudun rəvayətində isə ona cənnətin hansı qapısından istəyirsənsə daxil ol deyilər. İbn Ömərin rəvayətində isə o alimlər zümrəsinə yazılar və şəhidlər zümrəsində həşr olunar şəklində keçir. Hədis hafizləri, yəni mütəxəssisləri ittifaq etmişlər ki, bu hədis yolları çox olsa da isnadı zəifdir. Alimlər, Allah hamısından razı olsun, bu mövzuda 40 hədis toplamaq barədə saysız hesabsız əsərlər yazmışlar. Bildiyim qədərilə bu sahədə ilk əsər yazan Abdullah ibn Mübarəkdir. Sonra isə Rabbani alim Məhəmməd ibn Əsləmət Tusi, daha sonra Həsən ibn Sufyan Ən-Nəsəvi, Əbu Nuaym, Əbu Bəkr Əl-Əcuri, Əbu Bəkr Məhəmməd ibn İbrahim Əl-İsfahani, Əd-Daraqutni, Əl-Hakim, Əbu Nuaym, Əbu Abdurrahman Əs-Sulami, Əbu Said Əl-Malini, Əbu Osman Əs-Sabuni, Abdullah ibn Məhəmməd Əl-Ənsari, Əbu Bəkr Əl-Beyhaqi və həm qədim, həm də sonrakı dövrlərdə yaşamış daha neçə alimlər bu cür əsərlər tərtib ediblər. Və müəllif müqəddiməni yazarkən davamında buyurur ki, mən də bu uca imamların və İslam hafizlərinin yolunu izləyərək 40 hədis toplamaq barədə istixarə etdim, yəni Allahdan xeyir dilədim. Alimlər fəzilətli əməllər mövzusunda zəif hədislə əməl etməyin icazəli olduğunu buyurublar. Bunun üzərində ittifaq ediblər. Bununla belə mənim bu işdə dayağım sözü gedən zəif hədis deyil. Peyğəmbərin sallallahu aleyhi və səlləmin səhih hədislərdəki sizdən şahid olanlar, yəni bu məclisdə burada olanlar, burada olmayanlara çatdırsın və mənim sözümü eşidib qavrayan, sonra da onu eşitdiyi kimi çatdıran kimsənin Allah üzünü nurlandırsın buyurduğu hədislərdir. Alimlərdən kimisi dinin əsaslarına, yəni usul-i dinə, kimisi furu-i dinə, fiqh mövzularına, kimisi cihada, kimisi zühdə, kimisi ədəb ərkana, kimisi isə xütbələrə dair 40 hədis toplayıbdır. Bunların hamısı xeyirli məqsədlərdir. Və Allah bu məqsədlərlə yola çıxanlardan razı olsun.
Lakin mən bütün bunları əhatə edən 40 hədis toplamağı daha mühüm olduğunu gördüm. Buradakı hər bir hədis dinin əzəmətli qaydalarından biridir. Alimlər bu hədislər barədə İslamın oxu, yəni mərkəzi oxu onun üzərində dönür, yaxud İslamın yarısıdır, yaxud 1/3-idir kimi vəsflər vermişlər. Bu 40 hədisin səhih olması şərtinə bağlı qaldım və onların əksəriyyəti Səhih Əl-Buxari və Səhih Əl-Muslimdədir. Əzbərlənməsi asan olsun deyə və faydası hər kəsə rahat çatsın deyə hədislərin sənədlərini, yəni ravi zincirlərini ixtisar edərək qeyd etdim. Sonra isə hədislərdəki anlaşılması çətin olan kəlimələrin izahına dair bir fəsil də əlavə etdim. Axirəti arzulayan hər bir kəs üçün, əziz izləyicilər, bu cümlə mühümdür. Axirəti arzulayan hər bir kəs bu hədisləri bilməlidir. Çünki bu hədislər mühüm məsələləri əhatə edir və bütün itaətlərə dair xəbərdarlıqları özündə cəmləyir. Bu, dərindən düşünən kimsə üçün aydındır, deyir müəllif və sonunda bu cümlə ilə müqəddiməni bitirir. Mənim güvəncim Allaha, təslimiyyətim və dayağım yalnız onadır. Həmd və neymət onundur, müvəffəqiyyət və qorunma yalnız ondandır. Müəllifin yazdığı müqəddimədə bir çox faydalar görürük. Zikr olunası, qeyd olunası ilk fayda müqəddimədə müəllifin işarə elədiyi fəqih və alimlərin qiyamət günü məqamlarının və dərəcələrinin yüksəkliyidir. Ondan qeyri müqəddimədə alim mən də uca imamların yoluna tabe olaraq 40 hədis toplamağı düşündüm deyərkən anlayırıq ki, alimlərin yoluna tabe olmaq salih sələflərimizə görə özü özlüyündə bir üsuldur və yoldur. Alimlərin yolu izlənilməlidir. Ondan sonra müəllif burada qeyd etdi ki, zəif hədisə fəzilətli əməllər mövzusunda əməl etmək barədə bunun icazəli olmasını alimlər ittifaq ediblər. Lakin qeyd edək ki, müəllifin özü də başqa kitabda, başqa əsərdə zikr etdiyi kimi bir çox alimlər əslində bu mövzunun ittifaq yox, ixtilaflı olduğunu deyirlər. Məsələn, böyük imamlardan İmam Muslim, İbn Hazm və digər onların mislində böyük alimlər əslində zəif hədislə heç bir şəkildə əməl edilməyəcəyi rəyindədirlər və bunu icazəli saymırlar. Lakin İmam Buxari kimi böyük alimlər var ki, onlar da bu ixtilafın digər tərəfində yer alır. Yalnız fəzilətli əməllər mövzusunda əməl etmək, həmçinin ət-tərğib və tərhib, təşviq etmə və çəkindirmə mövzusunda zəif hədislərə əməl edilə biləcəyini deyirlər. Lakin bu alimlər də bunun üçün 3 dənə şərt qoyublar. İlk öncə hədisin zəiflik səbəbi şiddətli olmamalıdır. Yəni mustalahul hədis, hədis istilahları elmində bilinən terminlərə görə muvdu, munkar kimi uydurma və qondarma səviyyəsində hədis olmamalıdır. İkinci, sözü gedən hədis isnadı zəif olsa da, orada zikr edilən əməl İslam şəriətində məşru', yəni əsl etibarı ilə İslam şəriətinə müvafiq olan bir əməl olmuş olmalıdır. Eyni zamanda üçüncü şərti də əksər alimlər qoymuşlar ki, hər kimsə bu fəzilətli əməllər mövzusunda zəif hədisə əməl edərsə, uca Allahdan onun savabını ummaqla yanaşı, əslində o əməlin sünnə olmadığına etiqad etməli və bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbət etməməlidir. Və müəlliflərin dediklərindən də görürük ki, əslində onun qayəsi Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsini və hədislərini ümmətə çatdırmaqdır və özü əslində bu mövzuda digər səhih hədislərə istinad edibdir. Və eyni zamanda buradakı faydalardan qeyd etmək lazımdır. Qədim və müasir alimlər qeyd ediblər ki, Ən-Nəvavinin rahiməhullah bu əsərinin bu qədər çox evlərə və məscidlərə daxil olması, bir çox alimlər tərəfindən təkrar şərh edilməsi və əksər elm tələbələrinin ilkin əzbərlədiyi kitab olması əslində alimin niyyətinin gözəlliyinə və sadiqliyinə bir işarə ola bilər. Həmçinin müqəddimədə qeyd ediləcək faydalardan biri bundan ibarətdir ki, müəllif 40 hədisi toplamaq barəsində Allaha istixarə etdim deyir. İstixarə bu bir fiqhi termindir, bunun mənası məlumdur. Qeyd etmək lazımdır ki, hər hansı bir əməlin əsli itaət və ibadətdirsə, o məsələdə istixarə etmək doğru deyil. Çünki bu zaten Allaha yaxınlaşdıran əməldir. Lakin həmin əməlin detalları barədə
Allaha istixarə etmək şəriətə müvafiqdir və uyğundur. Məsələn, deyəlim ki, mən ümrə səfərinə çıxmaq istəyirəm. Bunda istixarə etməyə ehtiyac yoxdur. Bu gözəl əməldir və bunu icra etmək lazımdır. Lakin, məsələn, gələn ayın 15-i mən səfərə çıxımmı, çıxmayımmı deyə Allaha istixarə edib, o seçim barəsində Allah Taala'nın xeyirli yol göstərməsini Allahdan istəməyi şəriətə müvafiqdir. Digər mühüm fayda, müəllif Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin cəvami'ül kəlim sifəti ilə sifətləndirilmiş olduğunu, ona bu xüsusiyyətin bəxş edilmiş olduğunu zikr edir. Bu, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən vacib vəsflərindəndir, bilinməsi lazım olan. Bunun mənası nədir? Cəvami'ül kəlim, yəni müxtəsər sözlərlə geniş və dərin mənalar ifadə etmək. Yaxud qısa kəlamın bütöv bir məsələdən və ya ümumi qaydadan bəhs etməsidir. Sadə dillə desək, az sözlərlə çox məna çatdırmaq. Beləliklə, hər kim Rasulullahdan sallallahu aleyhi və səlləmlə bizə gələn bu hədislərin, bu cəvamil kəlimlərin mənalarını başa düşərsə, insanların din barəsində ehtiyac duyduğu elmin şöbələrini anlamış olar. Müəllif də məhz cəvamil kəlim olan bu hədislərdən sırf dinin dayanağı, xəritəsi olacaq hədisləri toplayıb, Allah ondan razı olsun, Allah subhanahu wa ta'ala ona rəhmət eləsin, uca Allah bizi də bu böyük xəzinədən faydalanmağı nəsib eləsin və bizdən qəbul eləsin. Allahumma inna nəsəlükəl huda və-tuqa vəl-afafə vəl-ğina. Allahumma inna nəsəlükə ilmən nafiyan və rizqan vasiyan və şifaan min kulli da. Allahumma salli ala nəbiyyina Muhammedin və ala alihi və sahbihi və tabi'in və axiru da'vana enelhamdülillahi rabbil alamin. أليس الله بكاف عبدا